Bu video jurnal böyük zəfərimizin abidələrlə tarixləşməsi ənənəsini müzakirəyə çıxarmaq üçündür. Könlümün sevgili məhbub məniyəm. Vətənimdir, vətənimdir, vətənim. Qazilik və şəhidlik anlayışı milli ruhun formalaşmasında xalqların ən dəyərli mənəvi resursudur. Bu mənəvi sərvəti dəyərləndirən xalqlar qəhrəmanlıq tarixini və milli ruhun ənənəsini yaşatmaq üçün abidələr tikir, igid oğulların xatirəsini uca tuturlar. Bu yaddaşın qorunması üçün 1993-cü ildə şəhid adının əbədiləşdirilməsi haqqında qanun imzalandı. Bu qanunla bütün şəhərlərdə vətən torpağı uğrunda canını verən döyüşçülərimizə şəhidlər xiyabanları salındı. Kənd və qəsəbələrdə şəhid adına minlərlə anım divarları, şəhid bulaqları tikildi. Heykəllər, büstlər, baralyeflər qoyuldu. Dövlətçiliyimiz bərpa olunandan bəri savaş tarixi yazan ölkəmizdə məzmunlu, əzəmətli, standartlara tam cavab verən abidələr varmı deyə Azərbaycan bələdiyyələrinin Milli Assosiasiyasının tərəfdaşlığı ilə kənd və şəhərlərimizi aradıq. Abidələri, abidə kompleksləri, anım yerlərini ziyarət etdik. Araşdırmamızın məqsədi böyük qələbədən sonra tikilmiş abidələrin dəyişən duruma uyğun, yəni zəfər məzmununu görmək istəyi idi. Müəyyən edə bildik ki, Qarabağ savaşında şəhid olanların adına təxmini hesablamalarımıza görə 5000-dən çox anım divarı, şəhid bulağı, büst, baralyef və heykəl qoyulub. Bəzi rayonları çıxmaq şərti ilə anım yerlərinin statistikası aparılmayıb. Öncə demək gərəkdir ki, 26 il sürən atəşkəs dövrü, üzgün savaş itkilərinin çoxluğu yaddaşımıza şəhidliyi hopdurmuşdu. Biz illər boyu o itkilərimizi andıq, əzizlədik, o ovqatımıza abidələşdirdik. Bu əməl xalqın minnətdarlıq ifadəsi idi və bu sayğı kütləvi olduğuna görə sənətkarlıq tələbləri gözə alınmadı. İndiyəcən şəhid adına tikilmiş anım yerləri çox vaxt şəhidin qohumları və ya kimsə tərəfindən qeyri-peşəkar qaydada ayrı-ayrı şəxslərin istək və tələbinə uyğun olaraq tikinti ustalarının fantaziyası ilə tikilib. Layihə eskizlərini memarlar cızmayıb. Bəzən uyğun olmayan yerlərdə, basırıqda, yol tozanağında,
bəzən qəbirstanlıq yaxınlığında tikilib. Bu anın yerləri daha çox ölümü, itkini təsvir edir. Vətən savaşında qazanılmış qələbənin əzəmətini ifadə etmir. Biz bugün çox ifadə işlədirik, dayanıqlı şəhər, dayanıqlı memarlıq. Dayanıqlı abidə ifadəsi hələ dilimizdə yoxdur. Amma mənim vətənim var, mənim mübarizəm var və dünya durduqca da arxayınçılığım yoxdur. Mən itirdiyim əskər üçün ağlamaqla yanaşı, sabaha əskər yetirməliyəm. Mən əsasən üst tutardım bizim görkəmli heykəltaraşlarımıza ki, həmin heykəltaraşlarımız Azərbaycanda bu vətən savaşı ilə əlaqədar olaraq öz əsərlərində qalib bir döyüşçü, qalib əskər obrazı canlandırsınlar. Müharibə böyük zəfərimizlə bitdi. Vətən savaşçılarına müsbət dəyər və layiqli örnək oldu. Ta bundan sonra qalib əskər şərəfinə zəfər abidələrinin tikilməsi zəruriliyi yarandı. Bununla da abidələrin tikilməsinə baxışların məzmunu dəyişdi. Ancaq araşdırma zamanı müəyyən etdik ki, ölkəmizdə yalnız Bakı, Gəncə, Sumqayıt, Şirvan, Xaçmaz olaraq bir neçə şəhərdə örnək görünüşdə zəfər abidəsi ucaldılıb. Qalan şəhər və kəndlərdə qələbə qürurunu ifadə edən memarlıq və heykəltaraşlıq örnəkləri tikilmə zamanını gözləyir. Abidənin ev damı kimi damı olmaz. Abidənin fonunda yaşayış binası olmaz. Abidənin şrifti, sözü şəhidin şəklindən böyük ola bilməz. Abidə təkcə ağlamaqları, əzabları, sızıntıları göstərməməlidir. Abidə deməlidir: sən bunu bugün yaşadın, sonra da yaşaya bilərsən. Orada elə bir incə mətləb olmalıdır. Səni döyüşdən əzabla çıxan, ananın, balanın əzabları ilə yüklənən mesaj olmamalıdır. O səni elə əzmkar eləməlidir ki, ölümün gözünə dik baxan oğlu beli bükük, balasını şəhid verən ananı məyus və depressiv verməyin özü müzakirə oluna bilər. Olar ki, real obraz motivində yox, ümumiləşdirilmiş bir zəfəri simvolizə edən əskər obrazında olsun. Çünki ola bilər ki, hər hansı bir şəhid obrazı, hər hansı bir milli qəhrəman obrazı yaradasan, amma yerdə qalanlar da var axı. Amma ümumi obraz olsa, düşünürəm ki, həm bütün şəhid anaları bunu ilə qürurdular, həm zəfər olmuş, zəfəri əldə etmiş əskər anaları bunu ilə qürurdular və bu simvolik olaraq əbədiyyətə qovuşmuş olar. Ekspertlərində dediyi kimi, şəhid adına tikilmək xatirinə mənasız, məzmunsuz görünüşlə quraşdırılmış, uçmuş, unudulmuş xeyli sayda anım yerləri gördük. Şəhid bulaqları, anım divarları abidə kimi tikilmədiyinə görə inventarlaşdırılmır. Uyğun qurumların balansında olmur deyə dövlət tərəfindən qorunmur. Bu abidələrin xatirə tağlarının, bulaqların, yaxud lövhələrin bir çoxu müəyyən zaman keçimində baxımsız qalır. Ömrü uzun olmur. Ziyarətçilərdə ikrah oyadır. Bayram günlərində, zəfər törənində xalq yalnız elegiya, kədər, məyusluq, rekviem adında düşünür. O kədərə qələbənin qürur duyğularını da qatmaq üçün vətən əskəri adına ümumiləşdirilmiş abidələr tikməyin zamanı gəlib. Bir sözlə, vətən savaşçılığını ifadə edən abidələrlə bağlı yeni, ciddi düşüncə ortaya qoyulmalıdır. Bu sayaq abidələrin həm milli, həm dünya memarlığı ilə uzlaşan məzmunu yaradılmalıdır. İkinci Dünya Savaşından sonra bütün dünyada xalqlar qəhrəmanlarına abidələr ucatmağa başladılar. Hər bir memarlıq forması bir ideologiyanın, bir dəyərlər sisteminin simvolu idi. Bu, memarlıq və heykəltaraşlıq örnəkləri qalib ordunun xilaskar qüdrətini, arxa cəbhədə qalan, cəbhə üçün əlindən gələn edən insanların dəyanətini ifadə edir. Bu xatirə komplekslərinin əzəməti gənclərin vətənə, dövlətə, orduya sevgi və ehtiramının formalaşmasında mühüm rol oynayıb. Türkiyədə Çanaqqala şəhidliyini ucalan memorial,
Almatada Vətən Savaşçıları monumenti, Londonda Qələbə abidəsi, Tiflisdə Gürcüstanın Xronikası memorialı, Argentinada Milli Bayraq abidəsi, Fransada Verdun qəhrəmanlarının abidəsi, Yuqoslaviyada Azadlığın Ağır Qanadları abidəsi, Çexiyada Litse memorialı, Berlində Qalib Sovet döyüşçüsünün memorialı, Moskvada naməlum əsgər abidəsi, Mamay kurqanı, Brest. Bunlar sadəcə daş yox, millətin ağrısının və qürurunun bircə ifadəsidir. O abidələrdə insanın iki halı yan-yana dayanır. Kədər və qələbə, ölüm və ölümsüzlük, gözyaşı və ucalıq. Bu abidələr sadəcə xatirə tikintisi deyil, milli ruhun xarakterini cızan əsər kimi qoyulur. Abidənin hər bir elementinin mənası və məqsədi olur. Millətin savaşlarla ötmüş tarixini yaşadır. Keçmişin ağırlığını, özgürlüyün əzmini göstərir. Ustad dəyəri ilə ucaldılan abidələrdə yurd qoruma igidliyini göz önünə gətirmə gerçəkliyi savaşların tarixini yaddaşlarda daim sərgiləyə bilir. Məzmun mükəmməlliyində ifadə olunan dramatikliklə, əzəmətliliklə insanlarda qürur duyğusu oyadır. Həm savaşın amansızlığını, həm gücün qüdrətini, həm qələbənin sevincini yaşadır. Hər abidənin həm kədər, həm sayğı, həm də məmnunluq doğuran hekayəsi olur. Məhz yüksək sənətkarlıqla, əzəmətli görünüşlə tikilən abidələr əbədi yaşarlıq qazanır. Abidə sadəcə daş və metal olmaq çərçivəsindən çıxır. Hər bir detalı insanlıq ruhunu yaşadan, keçmişin görüntülərini cızıb gələcəyə ötürən bir örnək, bir ideya və bir mənəvi yükün ifadəsi olur. O qələbənin əzəmətli olmasında bizim də atalarımızın qəhrəmanlıq payı var. Ölkəmizdə də bu məzmunda abidələr tikilib, örnəkləri qalır. SSR adında dövlət yıxılması ilə öz ideoloji əsasını itirdi. İndi o abidələrin ya sökülməsinə, ya da böyük qələbəmizin abidələşməsi ilə uzlaşdırılaraq yenilənməsinə gərək yoxdurmu? Sayı yüzlərlə olan bu abidələrdən yalnız 14-ünü Mədəniyyət Nazirliyi pasportlaşdırıb. Bu abidələr heç bir qurum tərəfindən mühafizə olunmur. Ancaq onu da gördük ki, yalnız ciddi məzmunu, sənətkarlıq dəyəri olan abidələr qorunur. Bununla belə, 2-ci Dünya Savaşından qalma abidələrin çoxunun baxımsız, yiyəsiz, uçub sökülmüş durumda olduğu ilə də rastlaşdıq. Araşdırmamız göstərdi ki, Azərbaycanda batal, yəni savaş heykəltaraşlığı hələ də özünün əzəmətli örnəklərini yaratmayıb. Şah İsmayılla Cavad xana, Babək Xürrəmiyə və bir-iki qaçağa uzaldılmış abidələr istisna olmaqla 1000 illər boyunca bu torpağı bizə yurd etmiş bahadırlarımızın, xaqanlarımızın, şahlarımızın, sultanlarımızın pleydası qurulmayıb. Şübhəsiz ki, Azərbaycanın bütün yaşayış məntəqələrində vətən savaşçılarına abidələr tikiləcək. Ancaq hansı məzmunda tikilməsi problemi hələ də qalmaqdadır. Eyni zamanda dünya təcrübəsini və keçmiş SSR ənənələrini öyrənəndə istər-istəməz suallar yaranır. Şəhid olanları döyüş meydanlarından çıxaran, yaralıları ölümdən qurtaran, sona qədər döyüşüb savaşı qələbə ilə başa çatdıran, Şuşaya qələbə bayrağını sancan, sağ qalıb da döyüş anlarını, günlərini hekayələşdirən, sonra da
Onların ağrılı xatirələri ilə yaşayan döyüşlərimizi təsvir edən abidələrin ucaldılması gərək deyilmi? Abidə örnəklərini heç olmasa şəhidli qazili bütün savaşçıların adına tikmək, sağ qalan, əlil olan əskərin də haqqını tanımaq, yəni vətən savaşçılığında xidməti olan hər bir döyüşçünün adını əbədiləşdirmək yaxşı olmazmı? Savaş bitdi, amma yaddaş hələ də danışır. Beləcə, vətən savaşçılığını ifadə edən abidələrin tikilməsi barədə təkliflərimizi topladıq, mövzu üzrə ekspertlərlə geniş müzakirələr etdik. Respublikanın xalq rəssamı, heykəltaraş, professor Fuad Salayev dedi ki, abidə heykəltaraşın və memarın intellektual istedadının, yaradıcı təxəyyülünün məhsuludur. Ona görə də batal abidələrin layihəsini işləyən ixtisaslaşmış emalatxana və ya memarlıq bürosu olmur. İndi ölkədə bu sahədə sifarişlər qıt olduğuna görə yaradıcılıq meyilləri də görünmür. Abidə tikmək istəyən təşkilat internet üzərindən və ya başqa üsullarla müsabiqə elan etsə yaxşı olar. Ən yaxşı eskizlər ortaya çıxar, bəyənilər, beləliklə istedadlı heykəltaraş və memarların məlumat bazası yaranar. Monitoring boyunca topladığımız foto və videoları dünyada vətən savaşçılarına qoyulmuş abidələrin örnəklərini Conley Project MMC-nin studiyasında memarlarla müzakirə etdik. Bu gənc memarların eskiz layihələri hazırlamaqda xeyli təcrübələri var. Bu sayaq abidələrin həm milli, həm dünya memarlığı ilə uzlaşan məzmunu yaradılmalıdır. Bu heykəllərin yaradılmasında bir neçə mühüm amillər var. İstərdim onları nəzərinizə çatdırım. Bunlardan biri həmin heykəllərin qoyulduğu obyektlə, məkanla bağlıdır. O heykəllər elə bir ərazidə, elə bir mühitdə qoyulmalıdır ki, həmin ərazidə müəyyən bir kütləvilik olsun. Bu ola bilər park içərisində olsun, bu ola bilər hər hansı bir şəhərin, rayonun mərkəzi hissəsi olsun və yaxud da giriş hissəsi olsun. Çünki hər bir orada istər qalib əskər obrazı olsun, istər şəhid obrazı olsun, həmin onun anım günündə və yaxud da doğum günündə o əskərləri anmaq üçün, həmin o şəhidləri anmaq üçün vətənin bir, xalqın bir yığışdığı mərkəz olmalıdır. Və bu ənənəvi şəkildə olarsa, gələcək nəsillər bunu ilə qürur duyar və unudulmaz bir hala çevirirlər. Və bir nüans da qeyd etmək istəyirəm ki, hər bir yaradılmış abidədə heykəltaraşın təfəkkürü dayanır, heykəltaraşın öz təxəyyülü dayanır. Və bizdə yaralı yerlərimizdən biri də budur ki, hər hansı bir heykəl yaradıldıqda onu ki, sifariş verən şəxs olur. Bəzən müdaxilələr nəticəsində o heykəltaraşın həmin abidəyə qoyduğu can maksimum hiss olunmur. Çünki müəyyən müdaxilə nəticəsində heykəltaraşın verdiyi obraz istədiyi kimi canlanmır. Ola bilər onun öz ölçüsündə bu öz əksini tapsın, ola bilər yerləşdirilmə məkanda bu öz əksini tapsın. Ancaq yaxşı olar ki, heykəltaraşlıq abidəsi iki şəxsin iştirakı ilə icra olunsun. Onlardan biri heykəltaraşın özü, bir də memar olmalıdır. Çünki abidə qoyulduğu mühitlə, ətraf mühitlə əlaqəli şəkildə olmalıdır. Çünki bir abidənin baxılması üçün birinci ümdə duran məsələlərdən biri onun ətraf mühitlə baxılma məsələsidir. Çünki o olmasa, hər bir abidə sanki belə deyək də, o yerdə yararsız kimi görsənər. Adətən şəhərdə indi fikir vermişsizsə, əgər bir neçə abidələr var ki, onların arxasında olan çoxmərtəbəli binalar abidənin görünməsini neynir? Zəiflədir. Bu tələblərin yerinə yetirilməsi, tikiləsi abidələrin memarlıq üslublarına uyğun qurulması üçün Mədəniyyət Nazirliyində ekspert komissiyası yaradılıb. Abidənin eskizləri öncə memar studiyalarında və heykəltaraş emalatxanalarında cızılır. Hazır eskizlərə bu komissiyada baxılır. Mütəxəssislərin imzası ilə layihələrin tikilməsinə müsbət rəy verilir. Kompozisiya əbədi olmalıdır. Məkana uyğun miqyasda olmalıdır. O torpaq üzərindədir, amma onun bir əsası var, pedestalı var. Uzun yüzilliklər heç bir heykəltaraşlıq əsasının önəmini inkar etməyib.
Əsası daha çox memarlar işlər. Çünki orada həndəsi formalar var, orada bir layihə var, orada bir dayanıqlıq var, orada konstruksiya əsası var. Miqyas önəmlidir. Bunsuz heykəltaraşlıq şəhər mühitində olmamalıdır. Mənim kolleqalarım mənim kimi düşünürlər, çünki biz belə öyrədilmişik. Tək heykəl, tək rəssam bunu şəhər mühitinə qoymalı deyil. Çünki orada memar təfəkkürü, üç fəzanı daha çox dərk edən, fəza təsəvvürü başqa yaradıcılardan çox inkişaf edən peşə sahibləri var. Qələbəni qorumağın ən gözəl yolu onu sənətə çevirməkdir. Çünki estetik məzmunlu abidələr ideoloji baxışları dəyişir, vətən savaşçılığının məzmununu daha layiq ifadə edə bilir. Min illərdən bəri torpaq uğrunda canından keçən milyonlarla soydaşımızın ümumiləşmiş ziyarət yeri olur. Hamısı bir adla, vətən savaşçısı adı ilə anılıb, ideallaşdırılır. Bütün şəhid və qazilər kimliyindən, sosial təbəqəsindən asılı olmayaraq bir ehtiram tablosuna yazılır. Belə abidələr fərdi himayəçilikdə olmur. Dövlət tərəfindən inventarlaşdırılır, bələdiyyələrin xidməti səlahiyyətinə verilir, qorunur, zaman-zaman təmir və təmin edilir. Beləliklə, unudulmur, şəhid adının ucalığına xələl gətirmir. Bu dəyərdə cızılmış abidələr arxitektura və heykəltaraşlıq normativlərinə uyğun olur. Görünən, seçilən yerdə tikilir. Kənd, qəsəbə bu abidələrlə abadlaşır, gözəlləşir, vətəndaş məmnunluğu yaradır. Köklərimiz, ruhumuz, kimliyimiz adına zamanla silinməyəcək bir tarixi yaşadır. İnsanların mənəvi dünyasının zənginləşməsində, vicdan və borc duyğularının qalxınmasında ideoloji təsirini buraxır. Qürurumuzun rəmzi olur. Qaydaların məhz hamı tərəfindən qəbul edilməsindən sonra bu abidələrin tikilməsi memarların, rəssam heykəltaraşların, Mədəniyyət Nazirliyinin mədəni irsin qorunması xidmətinin və daha çox bələdiyyələrin marağında olacaq. Müraciət elədik. Biz də onun xahişi ilə baxdıq bu işə, gördük ki, biz bunun yerinə yetirə bilərik. Tanınmış memarlarımız, rəssam heykəltaraşlarımız ekspert olaraq abidələrin incəsənət və arxitektura qaydalarına və normativlərinə uyğun olması barədə bunları təklif etdilər. Abidənin vətənə sevginin əzəmətini sərgiləyən, ehtiram duyğularına layiq obraz olmalıdır. Abidə səssiz dili ilə döyüşün, qəhrəmanlığın, xilaskarlığın dramatizmini ifadə etməli, ziyarətçilərin duyğu və düşüncələrində qürurun, fəxrin, həyəcanını oyatmalıdır. Abidə əsasən gənclərin ziyarət etmələri üçün kəndin, qəsəbənin ən cazibəli yerində, ortalıq yerlərdə tikilməli, parklaşdırılmalıdır. Abidə ölçüsünə, məzmununa uyğun olan geniş ərazidə, hündürlükdə tikilməlidir. Yaxınlıqdakı tikililər onun əzəmətini itirməməlidir. Abidə uyğun dövlət orqanında pasportlaşdırılmalı, inventarlaşdırılmalıdır. Bələdiyyələrin balansında qorunmalıdır. Abidələrin ucaldılması istəyi memarlar, heykəltaraşlar arasında müsabiqə elanı ilə başlamalı, eskizlərin içindən ən yaxşı əsəri ustad mütəxəssislər seçməli, məzmunun tamlığı üçün müəlliflər abidənin tikintisinə sonacan nəzarət etməlidirlər. Vətən savaşçılarının adına tikilməli olan abidələr ümumiləşdirilməli, optimallaşdırılmalı, döyüşə gedib şəhid və ya qazi olmuş bütün döyüşlərin xatirəsini ifadə etməlidir. Abidələr onu haqq edən xalqın portretidir. İnanırıq ki, tikəcəyimiz abidələr qalib xalqımızın layiqli siması olacaq. Biz belə dedik. Bəs siz necə düşünürsünüz?